O, düzgün bildiyinin, doğruluğuna inandığının arxasınca getdi. Heç nəyi düşünmədən, nə ailəsini, nə də özünü, bir tək vətənini düşündü. Onu azad etmək, düşmən əlində olmasına imkan verməmək, yad tapdağında görməmək üçün döyüşlərə getdi. Könüllü olaraq yaralandı, bədənində hələ də müharibənin ona miras qoyduğu izləri daşıyır Firdevsi Mirzəyev. Ailəsi ilə Mehdiyabad qəsəbəsində yerləşən Fitrət Qulam Hüseyn məscidinin həyətində Əl-Əskər mədrəsəsinə sığınıb. Gileylidir, amma yenə də müharibə başlayarsa, vətənini son damla qanına qədər qoruyacağını deyir. Mirzəyev Firdevsi Yunisoğlu, Yevlax şəhəri Firdevsi küçəsində yaşamışam. Özüm 1973-cü il təvəllüdlü. Yevlax şəhər Könüllülər batalyonunda özüm hərbidə olmuşam, döyüşdə olmuşam. Hal-hazırda da bu 5 aydır ki, fevral ayı, mart ayından mən buralarda bu vəziyyətdə, bu çətinliklərdəyəm. Sonra oradan təxris olunan sonra nə oldu? Ondan təxris olunandan sonra Rusiya torpaqlarında, ondan gəldim, deportasiya oldum. İndi bu yanvardan deportasiya olmuşam. Ondan da bəri bu belə acınacaqlı pis vəziyyətlərdə. Parklarda yatmışam, orada burada vağzalda yatmışıq. Uşaqla avto vağzalda, parkda, bulvarda, harda gəldi yatmışıq, yaşamışıq. Sağ olsun, yaxşı insanların sayəsində, möminə, bacı və qardaşların sayəsində gətirib yıxıblar bura. İndi odur, budur, burada yaşayırıq, çox acınacaqlı. Onun bunun köməyi ilə, onların verdiyi ruzi bərəkətlə, çörəklə, qəndlə, hər şeylə təmin ediblər. Bax, budur, onların köməklik olunur, odur, yaşayışımız onlardır. Yevlatı hərbi hissəyə gedənə qədər olmuşam. Onunla hərbi hissə döyüş qutarandan sonra 94-ün axırı, ortaları müharibə qutardım. Ondan sonra mən Rusiya torpaqlarında oldum. Rusiya torpağında olan qutarandan sonra elə o vaxtdan Rusiyada yaşadım. Bu yaxınlarda deportasiya olundum. Ondan bəri də burada bu vəziyyətdəyəm. Yəni səbəb nə oldu? Ev əldən kiradaydım. Xəstəliyi bilinmədi. Başım təzik, məndə tez-tez təzik olurdu. Getdim həkimə ki, görüm nədir, nə deyil, təzik niyə belədir? Getdim, yoxlatdırdım, özüm döyüşdə olduğum kontuziya almağıma görə beyində ağrılar var. Bu dəqiqə hal-hazırda buralarında mənim qəlpələr var. Burada da var, burada da var, buramda da var qəlpə, hal-hazırda. Getdim, onu yoxlatdıram və orada aşkar olundu ki, Rusiyada. Getdim, orada məndə aşkar olundu ki, belə bir xəstəlik var. Sağ olsun, orada da yaxşı insanlar, yaxşı ağsaqqallar deyim, qardaşlar deyim, bacılar deyim. Onların köməkli sayəsində müalicə olundum, dayandı. Mənə həkim dedi ki, əgər müalicəni 3 il davam elətdirməsən, sənə 1 il yarım ömür veririk. Ömrümün 1 ili gedibdir. Davam elətdirməlisən. Ala bilmirəm. 2 manata yaxın pul tutur, ala bilmirəm. İmkanım yoxdur, nə ilə alım? Çörəmi gözlə tapıram. Çörəmi güclə işləyib qazanıram, işləyə bilmirəm. İşləyən kimin ağrıyıram, ağırlıq hiss edirəm, ağrıyıram. Hansı işlər işləmişsiniz? Fəhləlik edirəm. Yəni hal-hazırda? Hal-hazırda da fəhləlik edirəm. Necə edir? Ev işləridir, daş daşıyıram, qum tökürəm, palçıq qatıram, daş verirəm, siment verirəm, bax belə. Stoya fəhləlik edirəm, 5 manat, 10 manat, görürəm, ağrıyıram, gəlirəm, yıxılıram, həftə, saatlarla, sutka ilə yerdə zəli qalıram. Aynəsi çıxmışıq. Ondan qabaq prezident aparatına getdik. Orada prezident aparatında duran axrana, qarovçular bizi qoymadılar. İçəri girməyə qoymadılar ki, yox, siz kimsiniz ki, sizi prezident qəbuluna ala. Bizi yönləndirdilər Aynəsə, heç xəbəri. Dedilər, gedin, sizə ora baxa bilər, kömək eləyə bilər. Mömin bacı və qardaşlarımız sağ olsunlar. Onlar bizi televizorda görər ki, belə bir mömin ailə. Namaz qılan əhli bu vəziyyətdə, belə bir pis vəziyyətdə, pis acınacaqda gətirdilər gecə saat 2-3 aralarında bizi gətirib yıxıblar bura. Ki, yəni müvəqqəti olsa da bir işıq, sizin üçün bir qapı açılana qədər yaşayın da hal-hazır. Odur, budur, həmin o gündən bəri sağ olsunlar, adi çörəyimiz nədir, çörəyimizə qədər, yağımıza, qəndimizə, bütün əzuqəmizi onlar alıb gətirirlər. Çünki işləyə bilmirəm, işləməyə mənim taqətim yoxdur. Biraz işləyən kimi yerdə xəstə düşürəm. Saatlarla elə olur günlərlə mən yerdə yataq yatıram. Həkimdən çıxdım, budur. Yenə dedi, müalicə olunmasan. Analizdən pul istəyirlər, dövlət xəstəxanası. Bəli. Qaraqarayevdə dispanserə getdim. Qaraqarayevdə dispanserə getdim. Dedilər, səni bura qeydiyyata götürə bilmərik. Sən Yevlax rayon qeydiyyatındasan. Səni qeydiyyata ala bilmərik.
Bizdə pulludur sənin üçün. 15 manat cəmdə pul vardı, 10 manat verdim. Pulu çıxarıb göstərsən yola verirlər. Beynimi bir dənəsini baxdı. Heç biri saya da. Hə, beynimə bax, başıma baxdı, bir dənə vəsyo, tutardı getdi. 10 manatımı aldı, çıxdı gəldi. 5 manat dedim, bura yox idi, geydək. Bu da yol pulumuz, çörək pulumuz qalsın. Çıx, gəldik bacı evə. Bundan da pis olub. Bu günə şükür, min şükür, indi yaxşıyam. Oradan çıxdıq, elə bir ki, evin sahibi gəldi, çıxartdı, Rusiyada yaşayırdı. Oradan çıxdıq, iş yoldaşımın baldızın evində, Suraxandı. Niyə çıxartdılar sizi oradan? Elə bil ki, evin sahibi gəldi öz evinə. Kim? Hə, o Rusiyada idi, oca gəldi ki, mən gəlirəm 10 günə, bir aya boşaldın evi, məcbur ol. Hələ ki, mən xəbər elədim, iş yoldaşımın baldızının evi. Onlar da Rusiyada olur. Mən tül pərdi salonunda, Mehtab, Vasmoyda, 9 mərtəbənin altında. Hə, orada dərzim var, iş yoldaşım. Odur ki, baldızımın evi var, özləri Rusiyada olur. 6 ildir o evi baxılmır da. Girin, həm yaşayın, həm baxın. 2 il orada qaldıq. Onun da sahibi gəldi, elə bir olan sənədlər belə səs-küy düşdü, gəldilər nəyisə. Dedi ki, boşaldın. Hə, oranı da elə çıxdıqmı, sonra burada Mehtabadda xalamın boş torpağı var. Elə belə naves kimi tikibdi, əlini sənəd almaq üçün. Girdim, ora boş divar idi, quru hörülmüş. Bura min şükür. Orada 2 il keçindim. O da Firdovsi gələndən sonra Rusiyadan, o da dedi ki, çıxın, bəs biz tikinti aparıq da, oranı söküb ev tikirik. Məcburan çıxın. Cəmaatı yerin ki, şeyləyib burası deyirəm. Elə çıxdıq. Ondan çıxandan uca çöllerdəyik. Sığınacaq yeri yox, heç kimə də heç nə bilmir. 5 gün avtovağzalda, 5 gün o parkda, 2 gün bu parkda. Axır çəkilişdə baxıblar bizə iç xəbərdə, saytlarda, bəs nə, hardasız, nədir bu, nə xəbərdir? Xanımlar, Möminə xanımlardır. Dedim, bəs vəziyyət belədir. Hələ olub tökülüşüblər, elə 3 günün içində bizi yığdılar bura. Ki, hələlik, müvəqqəti yaşayın da, burada yaşaya bilərsinizmi? Dimliyirsiniz, mənim uşağımın başını soxası yeri olsun. Ata yurdum var idi, satılıb. Satılıb, qardaşım satıb, mənim üstünə qoyub qardaşım. Yəni sizin də evdə haqqınız olmalı. Sizə demiş, necə edirdilər? Satıb, eləkdir bilmirəm, pul gücünəmi, nə gücünəmi, kimin sadı ilə, əli ilə, pul gücünə, nə tərsə bilmirəm. Satıb. Siz həmin moment döyüşdə olmuşsunuz, yoxsa? Yox, Rusiyada olmuşam. Atamın vəfatından sonra ev satılırdı. Dedi ki, vəsiyyətnaməsi yazıb mənim adıma, nə bilim, nə, baş aşmadım, nə, heç nə görmədim, heç nə. Mən onda Rusiyadaydım, o tərəfdə. İndi 2 sot torpağım var, Mehtabadda. Bir sotu 5.000'dir. Deyirəm, qardaş, o sənəti ver mənə, gedim satım, bir özümə günahlayım. Kimdə ki o sənədi? Böyük qardaşımdadır, Rus vətəndaşıdır. Rus vətəndaşıdır, burada evi var, adında. Yox, sizin torpağın sənədi niyə onun əlində olmalı? İndi bir böyük qardaş kimi bir yerdə olandıq. Dedim, qoqasında mən evdə harada saxlayasıydım ki? Evdir. Verdim ora. Ki, bu qalsın, evdə qalsın, işlədərik. Lazım olanda götürərəm. Məni evdən çıxardığından sonra adi vəsiqəm nədir? Vəsiqəmi də tullam, vermirdi. Özünüzdə deyil şəxsiyyət vəsiqəm? Yox, şəxsiyyətim indi özümdə deyəndə itirmişəm, şəxsiyyət itirdi. Mən onu çıxartdığım amma dəqiq imkanım oldu. Ki, gedəm 50 manat verəm, mən şəxsiyyət çıxartdım. Evimin sənədləri ondadır. Deyirəm, ver satım. Satım, gedim özümə bir, nədə adını sən deyil. Bir sot, 2 sot ayrı yerdən torpaq alım. Qalan puluma mən ev tikim, titirim girim içinə. Daşımı, qumumu, simentimi alım, titirim daha bir gedim yaşayışıma. Yox deyir, vermirəm ki, kimə deyirsən, hara deyirsən, kimə müraciət edirsən, de, vermirəm. Allah götürməzlər. Bir ayın gəlini deyil idi. Bir ayın gəlini deyil, 20 günün gəlini idi bizi çıxartıb döyüb sonra. Nə qardaş, hansı qardaş? Deyirəm, belə-belə, nədir, uşaqlar var, sağ olsunlar, deyir, sənəti göstər ki, görək bura sənindir həqiqətən də, qanunla sənindir də, tikək gir içinə, vermirəm, deyir. Sağ olsun qardaşlar, vermirəm, deyir. Çox qansız, belə, mən utanıram ona qardaş adını çəkəndə, mən utanıram. Qardaş deməyə mənim dilim ağrıyır. Bilir, vəziyyətimi də bilir, halımı da bilir, harada qaldığımı da bilir. Deyir, nə yeyirsən, deyirəm, heç nə yeyəcək. Allah onun canını sağ eləsin. Gətirirlər, çörəyimə kimi, o gördüyünüz hamısını İhsan da o balıb gətirirdi.
O bu alıb gətirib, gəlib bax, bəs o nə görürsən, hamısı oradan bu, onun bunun aldığıdır.